Salam yoldaşlar, ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videoda sizlərə mən Portswigger'dan NoSQL Injection aid Detected NoSQL Injection labının həllini göstərəcəm. Bunu daha əvvəl həll etdim və ona görə məndə sold göstərir. Bu labda bizdən tələb olunan odur ki, databazda olan bütün məhsulları əldə edə bilək. Burada fikir versəz, mən ola bassam, bütün məhsullar gəlmir. Yəni məhsulların bir hissəsi gəlir. Və ya Pets'ə basa bilərəm. Burada Pet side məhsullar gəlir və yaxud Live style'a bassam bunlar gəlir. Burada mənim düşüncəmdə belə bir situasiya canlanmışdı ki, biz burada daxil edəndə bir məlumat, misal üçün Pets və yaxud Lifestyle daxil edəndə bizim daxil etdiyimiz dəyərə əsasən MongoDB-də bir axtarış olunur. Yəni databazda axtarış olunur və axtarışın nəticəsi response-da bizə qaytarılır. İndi buna uyğun olaraq mən bir backend strukturu göstərmək istəyirəm sizə ki, necə ola bilər. İlk öncə sorğunu tutmalıyam təbii ki. Burp-ü intercept on edirəm və burada Pets'ə basıram. Daha sonra bunu disable edirəm. Sorunu atıram repeater'a ki, daha yaxşı analiz edə bilim. Fikir versəz, burada get request gedir və query də bu formadadır. Yəni bunu kopyalayaq və gələk kod hissəsinə. Tamam. Bu formada, burada mən düşünürəm ki, backend kodu belə olacaq. Bayağı dediyim kimi də məndən filtre alınacaq və filtrdəki kateqoriyaya əsasən, yəni kateqoriya dəyəri alınacaq, yəni pets alınacaq və bu dəyərə əsasən databazada bir axtarış olacaq, yəni bir soru gedəcək databazaya və sorudan qaydan nəticələri də mənə göstəriləcək response-da. İndi gəlin bunun kodunu yazmağa çalışaq. Yəni, bunu Node.js-də yazacağım, yəni ona uyğun bir kod yazacağım. Bunun üçün yazıram, məsələn, application. Təbii ki, burada bütün kodu yazmıram. Yəni, sadəcə olaraq bənzətməyə çalışıram ki, necə bir iş ola bilər. Buradan get alınır bizdən və deməli filtre alınır, filtre yolu alınır. Daha sonra request və response funksiya açılır. Və bu funksiyanın daxilində, indi bu hissə əsasdır. Kateqoriya bizdən alınır. Taki var. Kateqoriya bərabərdir. Request'in içindəki query'dən kateqoriya alınır. Və daha sonra isə bu kateqoriyaya əsasən databazaya göndərilməsi üçün bir sorğu hazırlanır. Query bərabərdir. Məsələn, burada belə bir şey ola bilər də. This kateqoriya bərabərdirsə, bu hissəyə artıq əldə etdiyim kateqoriya yazıram. Və burada belə bir şey ola bilər ki, this released bərabərdir true. Yəni bu formada bir soru gedə bilər bizim backendimizdə və daha sonra isə, yəni daha doğrusu bu sorğudur, bunu indi göndərməliyik biz. Bunu göndərmək üçün də məsələn product bizə bunun nəticəsi olaraq produktlar qayıdır da. Yaza bilərəm bura products bərabərdir. Databazada bunu debugger edir bunu. Databazada find edə bilərəm mən products'ın daxilində. Find. Find'da da bu query'ni yerləşdirə bilərəm. Bunu əsasən find eləyəcək.
Məlumatda to array kimi qaytarıram. To array. Və daha sonrası bunu response'a göndərək. Response burada olacaq products. Və bizim produktımız. Yəni bu formada bir backend strukturu ola bilər. İndi burada siz əsas fikir verməlisiniz bu hissəyə. Əsas da baxın bura. Burada kateqoriya bizdən birbaşa alınır. Necə var elə? Və birbaşa query-yə yerləşdirilir. Bu problemdir konkret. İndi mən sizə göstərəcəm bu necə elə bir ki, buranın necə NoSQL injection eləyə bilərik. Burada bizim daxil etdiyimiz hissə baxın pets-dir. Düzdürmü? Pets gəlir bura. Bunu kopyalayayım. Baxın bu formada. Pets dəyəri bir növ burada olacaq. Mən bura end koymamışam. Okey. Bu formada olmalıdır. Tamam. Pets dəyəri gəlir bura. Və petsə və bu dəyərə əsasən axtarış olunur və çıxan cavablar bizə geri qaytarılır response-da. Və burada əsas məsələ odur ki, peti biz təyin edirik. Yəni pets dəyişənini, daha doğrusu pets dəyərini biz təyin edirik də burada. Ona görə mən burada belə bir şey edə bilərəm. Pet yazandan sonra dırnağı özüm bağlaya bilərəm. Bu formada. Burada kəsə bilərəm. Belə bir şey. Və daha sonra bura öz istədiyim bir query-ni əlavə edə bilərəm. Misal üçün yaza bilərəm ki, və ya A bərabərdirsə A-ya. Bu formada bir şey. Lakin bu olmayacaq da. Birbaşa belə yazsam. Niyə olmayacaq? Çünki fikir verin. Burada əgər ki, mən yazsam belə bu sonuncu dırnağı gələcək bura. Qarışacaq. Ona görə mən dırnağı silirəm və bu formada bir request alacağım. Bu dırnağı silinməlidir buradan ki, petsin bağlanan dırnağı gəlsin bura. Bu petsin açılan dırnağıdır. Bu da buradakı bağlanan dırnağıdır. Gəlir bura. Bu formada bir NoSQL injection mən həyata keçirə bilərəm. Və bunu etdiyim zaman artıq pets və yaxud A bərabərdir A olanda mənə necə desəm, bu həmişə true olacağı üçün, yəni hər zaman bu true'da, pets, yəni false olsa bu true olduğu üçün bunun cavabı hər zaman true olacaq. Və mənə bütün databazdakı məhsullar qayıdacaq. İndi gəlin bunu yoxlayaq biz saytımızda. Burada baxın 3 dənə məhsul var, yəni product var. Hətta bunu dəyişək. Bakın bu formada. Okey. Bu çöküp saytımız olsun. Bunu kopyalayayım. Gözlüğe sayt açılsın. Tamam. Gelin yoxlayaq burada. Burada artık gifts var. Okay. Enter etsem fikir verin burada. Bu artık solve oldu. Bayağı yazılmış not solve indi dəyişdi və bütün məhsullarımızı qayıtdı, fikir verirsiniz. Bayağı dediyim kimi backenddə bu tip bir problem ola bilər. Demirəm 100% belədir backend. Lakin sadəcə sizin anlamanız üçün bu formada canlandırmağa çalışdım backendi strukturunu. Və işləri gördünüz kimi istəyirsiniz bu gift'i dəyişə belə bir şey yazaq. Bax yenə qayıtdı bütün dəyərlər. Çünki bu hər zaman true olacaq. Bura false olsa belə bu hissə, yəni bu true olduğu üçün bu artıq true olacaq ümumi olaraq. Bu video bu qədər. Sizə əsas çatdırmaq istədiyim bunlar idi.
Növbəti videolarda düşünürəm ki, NoSQL-in növbəti lablarını işləyim. Uğurlar hər birinizə, sağ olun.